Baxırlarmış işlərə. Akadiyası imişlinin baş həkimi, anar həkim götürüb mən qolum olmaya mənə ürək xəstəliyi əlillik veriblər. Mənə ürək xəstəliyindən pensiya çıxardılar. Mən iş qəzası ilə pensiya çıxmalıydım. Mənə qolum olmaya çox günüz vəziyyətdir var. Götürüb mənə ürək xəstəliyi ilə əlillik təyin edir. İndi də əlillərin bərpa mərkəzi məzəyin gedir. İmişli baş həkimi söyür ki, çox gülməli vəziyyətdir. Vallahi özümün də gülməyim deyir. Söyür ki, o oğra şərəfsiz deyir, rüşvət alıb, neyib bilmirəm. Sənət götürüb ürək xəstəliyi ilə yazıb. Nə bileyim, vallahi baxın, bu da mənim qolum yoxdur. Mənə ürək xəstəliyi ilə pensiya çıxardırlar, əlillik təsdiq ediblər. Baxın görün ölkənin səhiyyəsi nə gündədir. İmişlidə bir əlil vətəndaş müraciət edir iş qəzası ilə qol amputasiya olduğu üçün əlillik təyinatı verilsin və ona əlillik təyinatı aparılmır. Adam çıxır sosial şəbəkədə öz narahatçılığını bildirir. Narahatçılıq bildirdikdən bir saat sonra buna əlillik təyin edirlər. Amma ən gülməlisi hələ bundan sonradır. Qolu amputasiya olmuş insan ürək xəstəliyi ilə əlillik təyin olunur. Sizcə də gülünç deyilmi? Gülünç yox, bərbad vəziyyətdədir. Ölkənin səhiyyəsi bax bu gündədir. Necə ki, bir neçə ay əvvəl, daha doğrusu bir neçə il əvvəl Bərdə rayonundan olan bir qazimizin ayaqlarında ayaq damarlarının tutulması ilə bağlı, qan inkişafının getməməsi ilə bağlı müraciət elədik. Əlillik təyinatı üçün. Bir dəfə imtina gəldiyi üçün Bərdə rayonunun baş həkimi, daha doğrusu əlillik təyin edən həkim, əlilliyin təyinatını Form 88-i göndərən həkim vermədi ki, sənə bir dəfə imtina gəlib, verə bilmərəm, sənə əlillik düşmür, göndərmirəm Form 88-i. Bu yaxınlarda həmin qardaşın ayağını amputasiya elədilər. Bu həm gülməli, həm də ağlamalı bir vəziyyətdir. Bax belə batıb gedir ölkənin səhiyyəsi. Çöküb demək olar ki, ölkənin səhiyyəsi. Bir ölkənin səhiyyəsində ki, produkt satılır, bir ölkənin səhiyyəsində ki, dərman satmaqla məşğuldular, oradan nə gözləyirsən ki? Mən qorxuram ki, birazdan qarın ağrısı ilə müraciət edən kişilərdə hamilə olduğunu da deyəcəklər. Bunu da gözləmək olar. Qol amputasiya olmuş adamı ürək xəstəliyi ilə əlillik təyinatı aparılması üçün Form 88 vurulubsa, bunu da gözləmək olar.